Rəşad müəllim, rafizlərə deyəndə ki, tək Allah çağırır, bu Quranın əmridir. Yəni əsl müsəlman, mömin belə edər. Şəriətin hökmü budur ki, tək Allahı çağırasan. Onların pisinə gəlir və yaxud üst çevirirlər. Cavab vermək istəyirlər ki, elə deyil. Qardaşım, bax, bunun bir neçə səbəbləri var. Ən böyük səbəblərdən biri, rafizilərə deyəndə ki, üst tut Allaha, ona dua et, ona yalvar, ona təvəkkül et, ümidin ona olsun, rəcan, təvəkkülün ona olsun, ondan qorx, yalnız onu sev. Bu qövmə, belə şeylər deyəndə, sanki onlar narahat olurlar, istəmirlər. Sanki onları pis bir şeyə çağırırsan. Qəlblərinə lərzə düşür. Bunun səbəbi var. Bunun səbəbi odur ki, rafizlərin etiqadına görə imamlar, İmam Əli, İmam Hüseyin və digər imamlar, onlar Allah mərtəbəsindədir. Bu söz ağır olsa da, bəzi insanların xoşuna gəlməsə də, bu həqiqi mənada bu cürdür, vallahi. Yəni, mən and içirəm bunun üzərinə. Vallahi da şahid tuturam. Nə mənada? Rafizilər etiqad edirlər ki, idarə edən imamlardır. Ruzi verən imamlardır. Harda istəsən çağır, eşidən imamlardır. Övlad verən imamdır. Şəfa verən imamdır. Və s. və s. və s. Qardaş, iş belə olduğu halda qeybi bilən imam, hər şeydən xəbərdar olan o, mülk əlində olan o, heç bir şey onlar istəmədən baş vermir. Bunlar imamlardır. Rafizi buna etiqad edir. İndi iş belə olduğu halda nəyə görə Rafizi Allaha üst tutsun ki? Nə məcbur edir ki, Rafizini mən tək Allaha çağırım? Əgər Allahda olan sifətlər, rububiyyə sifətləri bu imamlarda varsa, təbii ki, Rafizi Allaha yox, imamları üst tutacaq. Bu təbii haldır. Biz etiqad edirik ki, dirildən odur, öldürən odur, ruzi verən odur, şəfa verən odur. Biz etiqad edirik ki, hər şey onun əlindədir. Onun izni olmasa heç nə baş vermir. Əhl-i sünnə. Biz buna etiqad edirik. Ona görə də dua edəndə Allaha dua edirsən. Sən etiqad edirsən ki, Allahdan başqa yardım edən yoxdur. İnsanın dadına çatan yoxdur. Şəfa verən yoxdur. Düzdür? Və sən Allaha üst tutursan. Onlar buna etiqad etmir. Onların etiqadı başqadır. İmamları haqqında elə etiqadlar ediblər deyə, inancları bu cürdür deyə imamları haqqında, bütün həyatda yaşanılan problemlərdə Allaha deyil, imamları üst tuturlar. Budur səbəb. Ona görə də fikir versəniz, mən demirəm, siz deyin. Məclislərində baxın özünüz. Allahı daha çox yad edirlər, zikr edirlər, yoxsa imamları? Özünüz görəcəyiz fərqi. Elə bir hərdən olur ki, vallahi az qala deyəsən ki, məclislərində Allah yoxdur. Ayələr yoxdur, Allah yoxdur. Ancaq imamlardan söhbət edirlər. Məclisləri imam, şeirləri imam, qəzəlləri imam, mahnıları imam, moizələri imam, xutbələri imam. Allahdan danışan yoxdur. Çünki Allah ikinci növbədədir. Birinci növbədə imamdır. İmam sonra Allah. Budur. Və bu səbəb olub ki, bu insanlar imamlara daha çox üst tuturlar. Baxın, məsələn, məşhədlərə. Mən demirəm, siz deyin. Adam var, gedir məşhədə. Düzdür, məşhədlər var da. Gedir ora, bir dəfə ya Allah sözünü eşitməzsən. Yoxdur. Yüzlərlə, minlərlə insanlar gedirlər məşhədlərə, qubur idilər, düzdür, qəbristanlığa, qəbirlərin yanına. Baxın, yüzlərlə, minlərlə insanlardır. Bunu mən özümdən demirəm ki. Bu vaqi, faktdır, bu reallıqdır bu. Birinin ağzından Allah çıxmır. İmam Rıza, İmam Həsən, İmam Hüseyin, İmam Cəfər Sadiq və s. və s. Bütün ağlaşmalar, yalvarmalar, dualar, nidalar, hamısı imamlardır. Qəlblərini veriblər onlara.
Heç birindən Allah eşitməsən, hansı rafizidən eşitmirsən? Hansı rafizidən eşidə bilərik ki, getsin məşhədə, məşhəddə əlini atsın, desin ya Allah ursuqni, ya Allah mənə övlad ver, ya Allah. Yoxdur. Mənası yoxdur bu sözün. Ya Allahdırsa evdə istəyərdin. Məşhədə getmək mənası olmur. Məşhədə ona görə gedirlər ki, yardım istəsinlər. Hər şey onların əli. Hər şey oradadır. Üst tutmaq lazımdır. Budur səbəb. Başqa səbəb yoxdur.